Azərbaycan-Türkiyə münasibətləri regionda sülh və təhlükəsizliyin əsas sütunlarından sayılır. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev 5-ci Antalya Diplomatiya Forumunda dəyişən dünyada regional sahibliyin rolu mövzusunda keçirilən panel sessiyada deyib. O qeyd edib ki, bu münasibətlər Şuşa bəyannaməsi ilə daha da möhkəmlənib. Hikmət Hacıyev bildirib ki, Azərbaycan iki tərəfli əməkdaşlıq modellərini üç tərəfli və çox tərəfli formatlarda da genişləndirib. Türkiyə, Azərbaycan, Gürcüstan və Türkiyə-Azərbaycan-İran əməkdaşlıq mexanizmləri mövcuddur. Bu yanaşma regional sahibliyi gücləndirir və bütün tərəflərin maraqlarına xidmət edir. Prezidentin köməkçisi vurğulayıb ki, bu yanaşma konkret sahələrdə də özünü göstərir və enerji təhlükəsizliyi bunlardan biridir. Hikmət Hacıyev əlavə edib ki, bu proses həm regional liderliyin nümayişi, həm də regionlar arası əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.